vaxt xeyir olsun, dəyərli qrup üzvləri, eləcə də YouTube kanalının üzvləri. Xoş gördük, axşamınız xeyir olsun. Gəlin nəticələrə baxaq, görək bugün nələr baş verdi. Qızılda nələr baş verdi. İlk öncə Qızılda bizdə 5035-də açılan 10 dollarlı yuxarı 45-ə qədər qalxdı. Satış əməliyyatları demək 5002-dən gəldi. O da sonraki əməliyyatlar 4994-dən gəldi. O da 10 dollarlıq gəlir verdi. Ondan sonraki əməliyyatlar, yəni gümüşdə satış əməliyyatları. Gəlin biz ilk öncə Nasdaq, S&P, Dow Jones'lara da baxaq. Gəlin belə edək. Yəni Bitcoin'ə baxaq. Bitcoin'da nələr baş verdi? Bitcoin'da satış əməliyyatları oldu mu, olmadı mı sualına gəldidə isə biz elədik ki, Bitcoin'ə baxaq. Ethereum'da da eyni məsələ baş verdi. Yəni Bitcoin'da bizdə diqqətlə baxın, rəqəmlərə baxaq. Demək 69-800-lərdən satış əməliyyatları gəldi və mükəmməl bir gəlirlə nəticələndi. Deməli, ondan sonraki əməliyyat hansı idi? Ondan sonraki əməliyyatlar Ethereum'da da sel var idi. Ethereum'da da selə yəni eyni gedirlər. USD Yapon yenində biz baxaq, USD Yapon yenində hansı əməliyyatlarımız icra olundu? Satış əməliyyatları. Burada biz yazmışıq 156-larda biz satış əməliyyatları vardı. Və çox uzun 156-400-lərdə 157-lərdə satış əməliyyatları var idi. Bu icra olundu. Yəni baxaq, 157-lərdən satış əməliyyatları gəldi. Mükəmməl bir gəlir verdi. Ondan sonra demək USD frankla 77-400-dən satış əməliyyatlarını icra etmişdik. Biz paylaşmışdıq. O da satış əməliyyatlarına mükəmməl gəldi. Ondan sonraki demək funtun dolların rəqabətində buy əməliyyatları 1.36, Euroda 1.18-33-lərdə isə alış əməliyyatları idi. Və ona da baxaq. Deməli burada funtun dolların rəqabətində alış əməliyyatları mükəmməl gəlir verdi. Ən azından 450 pips qalxdı yuxarı. Euro dollarda isə daha çox qalxdı, 700 qalxdı yuxarı. Bu da mükəmməl oldu. Sonra gəldi funtun franka olan rəqabəti sel əməliyyatlarına diqqətlə baxın. 1.05-300-lər, funtun Yaponiyanın sel 212-9. Demək olar ki, 213-lər sel əməliyyatları. Hər ikisinə biz baxarıq. Demək, funtun franka olan rəqabəti satış əməliyyatları ilə mükəmməl nəticə verdi. Funtun Yaponiyanın rəqabəti də buradan satış əməliyyatlarını verdi. Bu nöqtədə səhər saatlarından. O da ən azından 400 pips düşdü aşağı. Bu da mükəmməl bir nəticədir. Sonra biz keçək digər cütlüklərə. Hansı cütlüklərə? Burada bizdə demək nə qaldı? Demək S&P, Nasdaq, Dow Jones, DAX, DX, bir də ki neft. Baxa görək bunlar necə işləyib. Burada Dow Jones-da satış əməliyyatları deməli 50.131-lər, yəni çox mükəmməl nəticə verib Dow Jones. Ondan sonra baxın hələ ki mükəmməl dərəcədə enib aşağı. Ondan sonra gəlir S&P-yə baxaq. S&P-də satış əməliyyatlarımız demək sel 6931-dən gəlib. 6931-dən buradan bu nöqtədən sel əməliyyatları o da qəşəng işləyib. Sonra Dow Jones-dan sonra DAX gəlib. DAX həm buy gedib həm selə. Bu nöqtədən həm buy-a qalxıb, həm də ki selə enib. Mükəmməl nəticə verib. Ondan sonra Nasdaq-a gəldikdə isə Nasdaq da bu nöqtədən burada Nasdaq var uşaqlar. Nasdaq sel 25.065-dən bu nöqtədən satış əməliyyatları gəlib. Sonra keçək biz Brent-ə 68.40-larda buy. 68.40-larda buy. Baxa görə bu buy da işləyibmi, yoxsa işləməyibmi? 68.40-larda buradan deməli buy. Mükəmməl bir nəticə verib. 50 pip qalxdı dollar edir. Yəni bizim bütün əməliyyatlarımız mükəmməl nəticələnib. Və nəzər çatdırmaq istəyirəm ki, bizim 6 siqnal kanalının 1000-dən çox üzvünə müraciət etmək istəyirəm ki, yeni başlayanlar mümkünsə buy deyəndə gəlir olanda və ya da sell deyəndə gəlir olanda mütləq sığortalamaq lazımdır. Yəni stop lossu xeyrə çəkmək lazımdır. Yəni ən azından hər bir əməliyyatda əgər 10 dollar gəlir verirsə, bu məsələn deyək ki, 10 dollar gəlir verirsə, sizdə 0.1 lotla 0.10-la bu 100 dollar gəlir edir. 100 dollar gəlir edirsə, bunun ən azından 10 dollarını stop lossdan sığortalayın. Ya da trailing stopla sığortalayın.
Yəni bizdə bütün əməliyyatlar hamısı ən azından 10 dollar, yəni gəlir verib. Belə əzizlərim, çox sağ olun. İnşallah görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Sabah Allah qoysa görüşərik.